Evdə əri ola-ola ikinci telefon işlədən qadınlar var. Uşaqlarından utanmır bu adamlar. Ar eləmirlər, həya eləmirlər. Sizin o ərinizin gətirdiyi 5 manat pul var evə. Lap 5 manat gətirsin, lap 1 manat gətirsin. O halal gətirdiyi zəhmət haqqı var. O 1000 dəfə sizə o şirin-şirin sözlər deyənlər var telefonlarda. Bax, onlardan qat-qat artıqdır. 1000 dəfə, milyon dəfə artıqdır. Ərlərinizin qədrini bilin. Ərlərinizi o vəziyyətə gətirib çatdırmayın ki, sizi öldürməyi beynindən keçirtsin. Sizdən şübhələnsin. Bəzi qadınlar özləri ərlərini o vəziyyətə gətirib çatdırırlar ki, səndən şübhələnməyə başlasın. Bəzənirsiniz də, düzənirsiniz də, o tərəfə də baxırsınız, bu tərəfə də baxırsınız, telefonla yazışırsınız da. Bəs yaxşı, bu yanınızdakı ər qeyrətinə necə sığışdırsın bunu? Otursun eləcə baxsın sizə ki, hə, nə yaxşıdır, mənim arvadım beşi ilə də telefonla danışacaq. Hələ başqa şeyləri demirəm, ha, hələ mən telefonla danışmağı deyirəm. 1000 cür qələt eləyənlər var. Özünüz də bilirsiniz. 1000 hoqqalardan çıxanlar var, amma əri var. Əri ola-ola bunu eləyir. Ərləri gətirib o vəziyyətə çıxartmaq olmaz. Sizə o şirin-şirin sözlər deyənlər var. Bilirsiniz də nə məqsədlə deyir. Siz bilirsiniz də o sizə hansı gözlə baxır. Elə bilirsiniz sizə yaxşı qadın gözü ilə baxır, əxlaqlı qadın gözü ilə baxır. Sizə əxlaqsızın biri kimi baxır. Əxlaqsız kimi baxır ki, siz əriniz ola-ola digəri ilə danışırsınız. Mənim sözüm bəzi qadınlaradır. Nəhayət ki, ərlərinizin qədrini bilin ki, sonra siz qəbrə, əriniz də həbsə, uşaqlarınız da ortada onun bunun himayəsində qalmasın.